filosoфlar 20-ci əsrin 60-cı, 70-ci illərindən sonrakı dövrə postmodernizm dövrü adı veriblər. İlk dəfə fransız filosofları bunu belə adlandırıblar. Həmin filosoflardan biri sujetdə bir şey diqqətimi çəkdi. Yaxşılar və pislər. Qədim nağıllarda yaxşı adamlar vardı, pis adamlar vardı. Jacques Derrida deyir ki, ənənəvi mədəniyyətdə, ədəbiyyatda, dinlərdə, ümumiyyətlə, yaxşı, pis, gündüz, gecə, işıq, qaranlıq, bu cür ziddiyyətli bir-birinə əks olan həqiqətlər vardı və qəhrəmanlar həmişə müsbət tərəfə deməli yönəlirdilər. Əsərin qəhrəmanları müsbət obrazda idi. Jacques Derrida deyir ki, postmodernizm dövründə, yəni 60-cı, 70-ci illərdən sonra 20-ci əsrin artıq müsbət dəyər vurğusu müsbət tərəfə verilmir. Yəni işığa, nə bilim xeyrə, yaxşılığa bəs hara verilir? Mənfiyə xeyr, heç mənfiyə də verilmir. Qalır ortada. Ümumiyyətlə heç birinə yaxşı, pis adı verilmir. Bizim əxlaqsız dediyimiz, adlandırdığımız ənənəvi təfəkkürdə Jacques Derrida bunu deyir. Yəni postmodernizmi belə təsvir edir. Əxlaqsız dediyimiz insanlar artıq onlar da özlərini təqdim etmək şansı qazanırlar, imkanı qazanırlar. Heç kim onlara gözün üstünə qaşın deyə bilmir. Psixoloji məqam var burada deməli. Psixoloji məqamdan çox fəlsəfi məqam var. Yəni, yanaşma tərzi artıq dəyişib. İndi sual, bu filosoflar cəmiyyətin halını təsvir edirlər, yoxsa cəmiyyətə deyirlər ki, belə olun. Xeyr, filosofun işi əxlaq müəllimliyi deyil. Filosof sadəcə, ingilislər demişən, describe eləyir, təsvir edir. Faktı təsvir edir. Mövcud vəziyyət belədir. Bəşəriyyət bura gedib. İndi bunu kim yönəldib bura tərəf? Bu artıq başqa məsələdir. Elə o sualı verəcəkdim ki, kim yönəldib onu? Onu dünyanın iqtisadiyyatını, fəlsəfəsini, siyasətini, mədəniyyətini formalaşdıran super güclər. Təəssüflər olsun ki, o super güclər yaxşılıq, dəyər, əxlaq, namus, ədalət kimi anlayışları qəbul etmirlər. Onlar üçün yalnız və yalnız əsas məsələ gücdür və kapitaldır. Və pul. Və pul, güc ümumiyyətlə, pul da gücün bir hissəsidir. Hələ bu məqamı 19-cu əsrin axırlarında Nietzsche təsvir edirdi. Ona görə deyirlər, Nietzsche postmodernizmin atasıdır. Hələ 19-cu əsrin axırlarında deyirdi ki, artıq güc hardadırsa, haqq ədalət də oradadır. Vəssalam.